2009-cu ilin aprel ayının 30-u sıradan bir gün kimi başlamışdı. Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri dərsə tələsirdi. Bəziləri imtahana hazırlaşırdı, bəziləri isə sadəcə dostları ilə görüşməyə. Neft Akademiyasının tələbələri o gün adi bir cümə axşamı yaşadıklarını düşünürdülər. Ancaq həmin gün tarixə adına terroru kimi düşəcək və Azərbaycanın yaddaşında qanlı izlər buraxacaq bir faciəyə çevrildi. Bu müstəqil Azərbaycan tarixində baş vermiş ən qanlı təhsil müəssisəsi qətliamı idi. Saatlar 8:50-ni göstərirdi. Akademiyanın qarşısında sıxlıq idi. Bəzi gənclər bir-biri ilə zarafatlaşır, bəziləri isə dərsə tələsirdilər. Binanın içində isə artıq dərs başlamışdı. Tələbələrin yarısı dərsdə idilər, bəziləri isə hələ də girməmişdilər. Kənardan baxan biri üçün hər şey qaydasında görünə bilərdi. Ancaq saat 9:30 radələrində bu normallıq qəfil pozuldu. Qara gödəkcəli, sakit və soyuq baxışlı bir adam əsas giriş qapısından içəriyə daxil oldu. Əlində çanta var idi. Akademiyanın təhlükəsizlik sistemi çox sadə idi. Heç kim onu sorğu-sual etmədi. Əlini çantasına atıb çıxardığı Makarov tipli tapancası ilə ani olaraq ətrafındakı insanlara atəş açmağa başladı. İlk güllə foyedəki bir tələbəyə tuş gəldi. İkinci mərtəbəyə qalxdı. Orada daha çox tələbə var idi. İnsanlar çaşqınlıq içində sağa-sola qaçırdılar. Qapılar bağlanmağa cəhd edilirdi. Pəncərədən tullanmağa çalışanlar var idi. Kimsə deyirdi, partlayış olub. Başqası binada silahlı var deyirdi. Amma heç kim konkret olaraq nə baş verdiyini başa düşə bilmirdi. Gəldi üz-üzə bir-birimizdən tutduq. Daha sonra göz-gözə baxırdıq. Nə o bir reaksiya göstərirdi, nə mən bir reaksiya verirdim. Birinci atəşdə əlimə vurdu. İkinci əl atəş açdı. Onda məndə buradan keçmişdi, çənəmdən girmişdi, başıma keçmişdi. Hücumçu mərtəbə-mərtəbə dolaşaraq qarşısına çıxan hər kəsə atəş açırdı.